yeni yetmə və yeni başlamış adamlar deyir ki, mən oxuyuram ki, onun xatalarını rədd qaytarım. Həddini bilməmək insanı həddindən aşdırır. Şeyxülislam İbn Teymiyyə rahimehullah'ın gözəl sözü var. Deyir, sələflərin hər məsələdə nə dediklərini cümlətən və təfsilatı ilə bilmədikcə mən bidət əhlinin kitabını belə açmadım. Bablar var. Əhl-i sünnənin metodudur ki, bir babı götürərlərdir. O barədə əhl-i sünnənin geniş fikrini öyrənərlərdir. Baxarlardır ki, ixtilaf dar məsələdir, yoxsa geniş məsələdir. Bunun sağı nədir, solu nədir, mənfi, müsbət və hər tərəfini ölçüb biçərlərdir. Və sonra onlar bu şəkildə mütəməkkin, gözəl şəkildə əqidələrini qoruyub saxlayarlardır. Lakin bir insan bir məsələni oxuyarkən özünə əmin olmasın ki, tövhid məsələləri maşallah, tabarakallah, bu adam bilir, ortadan qalıb, bidət əhlindən ortaya çıxardı, onları rədd qaytarmaq. Sən qorux ki ilə, mən müşahid olmuşam ki, bu şübhə ilə doğru əqidəsini insanlar olubdur. Sağlam inancını itirən insanlar olubdur. Bəzilərini elm tələbə eləyərkən başlanğıcda görmüşəm. Elmə böyük hörməti var idi. Əhlinə böyük hörməti var idi. Cibində Quran, cibində kiçik kitabların, elmi kitabların mətinləri, daima harada şeyxlərin dərsi var, orada insan vaxtına çox həris idi. Bir vaxt gördüm ki, bidət əhli kitablarını oxuyur. Dedim, hələ oxuma, hələ tezdir. Çünki biz metodun özünü də alimlərdən götürmək lazımdır, götürürük. Dedi ki, onlara baxanda adam sağlam əqidə şükür eləyir. Mən ona görə oxuyuram ki, batili görəndə haqqın qədrini bilim. Bu kitabdan internete keçdi və şeytanın torlarına düşdü orada. Qapılara girdi. Orada bilirsiniz, otaqlar var, 1000 adam oturur, ağzına gələni danışırlar. Bu belə gətirir, bu belə dedi, bu belə dedi. Bir damcı su daşa heç bir şey eləmir. Kimsə görüb bir damcı su düşə daşa, daş iki bölünür. Görmüşsünüz, qardaşlar? Xeyr. Amma israrlı şəkildə düşərsə, daşı parçalayır. Davamlı şəkildə damarsa, daş olsa belə parçalayır. Bir gün, 2 gün, 3 gün, 4 gün, 5 gün qabaq səhvində daima gördüyüm bir şəxsiyyətdən danışıram. Adam utanırdı ona baxanda ki, bu maşallah muvaffaq olub. Namazları tərk elədi məsciddə. Dedi ki, məscid dırar məscididir. Alimlər dedi, yoxdur ki, müasir alimlər dedi. Saray alimləridir. Dedi ki, imamların hamısı küfrün içindədirlər. Çünki küfr olan hökumətləri müdafiə edirlər. Salam vermədi sonra mənə. Vallahi çox qorxdum. Əqidənin nə qədər əziz olduğunu hiss elədim o gün. 10 il bundan qabaq baş verən hadisədir. Əqidənin nə qədər əziz olduğunu dərk elədim. O gündən bugünə kimi həm özüm üçün, həm bütün qardaşlar üçün dua edirəm ki, bizləri doğru əqidədən azdırmasın. İxlasla.com saytı tərəfindən təqdim olundu.